Yolda toz, yayda toz, qışda palçıq sakinləri təngə gətirir. Suraxanı rayonu Əmircan qəsəbəsində illərdə həllini gözləyən yol problemi sakinlərə əzab verir. Problemlə maraqlananın olmadığını görən sakinlər ATV Xəbərin qaynar xəttinə müraciət ediblər ki, bəlkə məsələ işıqlandırılsa onların nələr çəkdiyini görən olar və bir tədbir görülər. Sakinlər nə vaxt normal yolla hərəkət edə biləcək? Baxaq görək bu suala hansı cavab verilib, sakinlərə şad xəbər varmı? Suraxanı rayonu Atamoğlan Rızaev küçəsinin sakinləri illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər. Sakinlər deyir ki, azca yağış yağan kimi yoldan keçmək üçün mütləq ayağına çəkmək və ya selofon torba geyinməlisən. Əks halda ayaqqabı palçığa batır, yayda isə tozdan, torpaqdan hərəkət etmək mümkün olmur. Neçə illərdir də öz gücümüzə, oradan cibimizin pulundan, xırdan xəvərdən gətirib tökürük, belə düzəldirik. Yenə də xeyri yoxdur. Yağış da yağır, yuyub aparır. Gəlir, baxırlar, heç bir əncam çəkən yoxdur. Biz hər gün bu zülmü 2 dəfə, 3 dəfə görürük. Müsibətdir. Bax, bura indi yaxşı ki, siz indi bu günlü havada gəlmişsiniz. Bura yağışlı havada gəlsəydiniz, siz buranı keçə bilməyəcəksiniz. Salafan kulok keçirdirik ayaqlarımıza ki, bu biabırçılıq da cəmaatın içinə palçıqla necə avtobusa minirsən, sürtürsən onun bunun üstünə. Qarda, boranda vapşe keçmək olmur. Yayda da tozdan imkan yoxdur. Qışa gedən var, taksi çağırırıq, gəlmir. Uşaq gələndə zəng eləyir ki, mama mən gəlmişəm, sapıq götürüb gedirik qabağına, götürüb gətiririk. Yağış yağır, gölməçə dolur. Sakinlər həmçinin bildirir ki, taksi və təcili tibbi yardım çağıranda əksər hallarda gəlmir. Bundan başqa avtomobillərə də zərər dəyir. Sürücülərin əksəriyyəti yolun narahatlığı ucbatından tez-tez avtomobilini təmir etdirirlər. Taksi çağırırsan, bax, oradan bu yana gəlmir. Girmir bu məhəlləyə. Yağış yağdı, bura balotadır. Demək olar ki, 2 aydan bir peredok yığdırırıq. Bir dənə çörək maşınımız var, o da dağılır bu yollarda. 20 il ərzində yol belə vəziyyətdədir. Yağış yağanda bundan da pis vəziyyətdə olur. Neçə dəfələrlə şikayət eləmişik biz icraya, gəlib baxış keçiriblər, amma heç bir tədbir görməyiblər. Təcili yardımdır, taksidir, bura gəlmirlər də, yəni tam evə yaxın gəlmirlər. Evdən demək olar ki, bir 400 metrə, 300 metrə, 400 metrə aralıda saxlayırlar, oradan zəng vururlar ki, biz buradayıq, bu yola girmək istəmirik. Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətindən bildirildi ki, rayon ərazisində asfaltlanmasına ehtiyacı olan küçələrin təmir olunması ilə bağlı vətəndaşların müraciəti əsasında aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktublar ünvanlanıb. Mərhələli şəkildə yolların asfaltlanması həyata keçiriləcək. Elşad Bayramoğlu, Elvin Zeynalov, Əhməd Məmmədov, ATV Xəbər.